Bir daha salamlayıram. Xoş gəldiniz. Gözəl bir sual verdiniz. Görə bilmədiyimiz tərəfləri nədir? Gəlin onda araşdıraq ki, intihar nədir ümumiyyətlə? Yəni. İntihar insanın özünə qəsd etmə durumudur. Və bu özünə qəsd birinci psixoloji durumdan başlayır. Psixoloji ağrılarını artıq dözə bilməyən insan özünü öldürməyə başlayır. Özünü öldürmə prosesi, özünə intihar cəhdi 3 mərhələdən aparılır. Birinci, artıq düşüncələrində formalaşması, hansı ki, mən bacarmıram, mən eləyə bilmirəm, hər şeyin günahkarı mənəm, neynəsəm də onsuz da səhv edirəm. Düşüncələri ilə yaşayan uşaqlardan başlayır mövzu. Daha sonra artıq biz məsələn psixoloji seanslarda uşaqda yəni bu ifadələri eşitdikdə artıq təhlükənin olduğunu bilirik. Daha sonra nələrdir? Düşüncə və planlamalar. Daha çox ölüm faktoru olacaq mövzular, oyunlar, düşüncələrlə tənhalıq hisslərinin formalaşması ilə başlayır. Daha sonra isə cəhdlər. Cəhdlərimiz artıq deməli bəllidir. öncə düşüncəsi yaranır. Təbii ki. Sonra cəhdlər olur. Bəli. Ancaq Yəni, insanları danışdırsaz deyər ki, yox elə birbaşa gedib özü intihar eləyib. Bəzən də bunu affektalla əlaqələndirirlər. Bəli. Durum olaraqdan da, yəni bir psixoloq olaraqdan biz artıq əgər bir uşağın müəyyən bir keçirdiyimiz testlərində və ya da söhbətə artıq başladığımızda uşaqla intihara meyliliyi, onun çəkdiyi rəsmlərdə və eyni zamanda dediyim kimi testlərində. Çünki bu düşüncələrini tökür, yəni rəsmə, əsərlərinə, sözlərinə, bütün danışdığı davranışlarına hər bir şeyi göstərmiş olur və bununla artıq təhlükənin olduğunu hiss edirik.